Son günlər ölkədə pensiyaçılar arasında ən çox müzakirə olunan məsələlərdən biri pensiya kartı ilə götürülən kreditlərdən nə qədər vəsait olacağı ilə bağlıdır. Məsələ gündəmə gələndən sonra mövzu ilə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, hazırda pensiyaçıların kredit götürməsinə heç bir qanuni qadağa yoxdur. Lakin banklar riskləri nəzərə alaraq müəyyən məhdudiyyətlər tətbiq edirlər. Bu o deməkdir ki, pensiya kartı ilə kredit götürən şəxsin pensiyasından hər ay müəyyən məbləğ avtomatik olur. Bəzi bankların tətbiq etdiyi şərtlərə əsasən kredit ödənişi pensiyaçıdan çıxılsa belə, onun əlində minimum 300-400 manat qalmalıdır. Başqa banklarda isə qayda belədir. Pensiyanın ən azı 50-ci faizi müştərinin özündə qalmalıdır. Yəni, tutulacaq vəsait pensiyaçıya görə fərqlənir və bankın daxili siyasətindən asılıdır. Mütəxəssislər bildirirlər ki, bu tutulmalar dövlət tərəfindən edilmir. Söhbət vergidən və ya rəsmi pensiya kəsintisindən getmir. Bu, yalnız kredit müqaviləsi çərçivəsində bankın tətbiq etdiyi ödəniş mexanizmidir. Əgər pensiyanın məbləği azdırsa, banklar belə hallarda ya ümumiyyətlə kredit vermir, ya da daha sərt qaydalar tətbiq edir. Bunun səbəbi risklərin yüksək olması və pensiyaçıların yeganə gəlir mənbəyinin pensiya olmasıdır. Beləliklə, pensiyaçılardan tutulacaq vəsait ifadəsi yanlış anlaşılmamalıdır. Bu, dövlətin deyil, kredit götürən şəxsin bank qarşısında öhdəliyinin yerinə yetirilməsi deməkdir.